Bəzən insan özü namaz qılır, amma ailəsini namaza dəvət eləmir. Evladını namaza dəvət eləmir. Evladının namaz qılması, qılmaması onu ilgiləndirmir. Bu səbəb olur ki, namaz yüngül olur. Allah Təbarək və Teala Quranda Taha surəsinin 132-ci ayəsində buyurur ki: "Və əmru əhləka bis-salat." Ailəni namaza dəvət elə. Ailəni namaza dəvət elə. Evladlarını namaza dəvət elə. Olmaz ki, sən namaz qılasan, ailəni, uşağını namaza dəvət eləməyəsən. O zaman namaz olur yüngül. Ailə, uşaq baxır ki, bunlar heç kim dəvət eləmədi. Demək elə qılmasa da olar. Hədislərdə var, deyir, evladlarınızı 7 yaşından namaza dəvət eləyin. İndi nə əcəb 7 yaş uşaq nə başa düşür nədir? Amma hədis belə deyir 7 yaşından. Yəni nə istəyir desin? Deyir o namaz mahiyyətini böyüdükcə başa düşəcək. Mahiyyətini böyüdükcə başa düşür. Həqiqətən belədir. İnsanın yaşı yuxarı getdikcə bəzi şeyləri yaş yuxarı getdikcə başa düşüb dərk eləyirsən.